qüdrətin əsas şərti fikrə və zehnə, təfəkkürə hakim olmaqdır. Öz düşüncəvi özün idarə eləyə biləsən. Bunda az adam bacarır. Biz adətən belə öyrəşmişik artıq ki, bizim fikrimizi cəlb eləsinlər kənardan. Mən bunu çox demişəm ki, o cıq-cıqla hər səmtə baxan uşaqlara bənzirik çoxumuz. Uşağın fikrini körpə uşağın o yan bir yana çəkmək asandır. Bir dənə səs çıxarırsan oraya baxır. Biz hər səs gələn tərəfə baxırıq və bundan da məharətlə istifadə edirlər. Bizim fikrimizi ovlayıb başqa səmtə aparmaq üçün. Ona görə mən bunu dəfələrlə sizə demişəm ki, hətta moizələrin, nəsihətlərin də bir həddi olmalıdır. O adamlar ki, deyir, mən ancaq sənin moizələrin, ya kiməsə deyir, ya mənə deyir ki, moizələrin hesabına bütün günü qulaq asıram, bu səhv yoldur bu. İçindən diqqəti yönəldə biləcək bir mexanizmin olsun. Heç də öyrəşmə ki, həmişə səni kənardan, hətta haqqa belə kənardan istiqamətləndirsinlər. Allah Peyğəmbərinə deyir, bu məsələdə diqqətli ol. İnsanlara o qədər də hakim olma. Zəkkir innəma əntə müzəkkir. Leysə əleyhim bi musaytir. Sən onlara hökümran deyilsən. Gözəl ayədir bu. Çox gözəl ayədir. Leysə əleyhim bi musaytir. Sən onlara hökümran deyilsən. Fikirlərinə o qədər təsir eləyəsən ki, sənin təsirinlə elə Allaha doğru getsinlər. Zəkkir innəma əntə müzəkkir. Sən təkcə xatırlat, diqqətini özü cəm eləsin. Peyğəmbər sən onların fikrinin hakimiyyətini öz əlinə alma. Peyğəmbərin ürəyi yanırdı, istəyirdi insanları hidayət eləsin. Bəzən çox canfəşanlıq eləyəndə Allah deyirdi, bir qədər aram ol. Düzdür, bu sevgidən qaynaqlanır, amma deyir, mənim də bir düzənim var. Mənim də yaratdığım bir düzən var ki, bu insan özü içdən bir şeyə yönəlsin. Ona görə də bütün günü diski qoyub moizəyə qulaq asmaq ki, bunsuz mənim diqqətim Allaha getmir, bu bir növ zəiflik əlamətidir. Mən demirəm xutbəyə, moizəyə qulaq asmasın insanlar. Hər şey həddində olsa yaxşıdır. İnsan öz daxilindən istədiyi istiqamətə yönəlmək gücünə, potensialına, mexanizminə malik olmalıdır.